Salam hər kəsə, mən Nici. Kanalıma xoş gəlmisiniz. Bu gün sizlərlə topik haqqında danışmaq istəyirəm. Mən artıq ikinci topikimi verəcəm. Birinci topik imtahanına girib 136 bal toplamışam və birinci səviyyə almışam. Və istədim ki, sizinlə də ilk dəfə topikə girəcək insanlara öz təcrübələrimə əsasən. Çünki mən YouTube'da video tapa bilmədim. İlk öncə təbii ki, hər şeydən önəmlisi qeydiyyatdır. Necə qeydiyyatdan keçirsən, harda qeydiyyatdan keçirsən kimi qeydiyyat kağızını göstərmək istəyirəm. Bu 3 vərəq olaraq Koreya səfirliyinin səhifəsindən girib yükləyə bilərsiniz. Belə. Necə yazıldığını sizə bu ekranın yan tərəfinə qoyaram. İlk öncə hansı səviyyə imtahanına girmək istədiyinizi işarə eləyirsiniz. Bu arada şəkil qaydaları çox dəyişib. Mən ilk imtahana girdiyim vaxtda elə saçım falan dağınıq, burdan beləncə bir dənə saç gəlib falan, bu formada bir şəkil çəkdirmişdim. Amma artıq elə şəklə icazə vermirlər. Saç tamamilə toplu olmalıdır. İşte yəni düzgün olmalıdır. Daha sonra doldurursunuz yəni. Mənim ən çox yaşadığım səhvi sizə danışım, ad yazmaq. Mənim adım Nişanədir və ingilis dilində Ni, S, H deyə yazılır. Çünki Ş hərfi də yəni. Və mən onu hər dəfə səhv eləmək istəyirəm. Hər dəfə səhv, yəni Ş yazmaq istəyirəm. Pasportunuzu, şəxsiyyət vəsiqənizi yanınıza qoyun və xarici dildə necə yazılırsa o formada qeyd edin. Daha sonra burada ChatGPT-dən də çevirə bilərsiniz. Yəni çox rahatdır. Heç stresslənməyə gərək yoxdur. Burada ikinci kağız var. Burada işte neçənci səviyyəyə girmək istədiyinizi, cinsiyyətinizi, doğum tarixinizi il, ay, gün formasında yazırsınız. İngilis dilində və Kore dilində ad familiyanızı yazırsınız. Bir dənə də beləncə məlumatlandırıcı kağız var. İndi siz deyərsiniz İndi sən deyirsən ki, bunlar dedin, okeydir, biz hamımız bunu bilirik. Nə var? Baxanı da bilmək olur ki, bunu necə yazırsan falan. Əsas məsələ bunu yazmaq deyil. Əsas məsələ səfirlikdə bunu xanımlara təqdim etməkdir. Çünki insan o qədər belə özünü itirir ki, səfirliyə girmisən, Koreya səfirliyinə girmisən. İlk öncə bu vərəq heç nəyə lazım deyil. Bu vərəq sadəcə nəyi necə yazacağınızı anlatır. Bunu direkt şəklini çəkib ChatGPT-yə atıb tərcümə eləyib buna baxaraq yaza bilərsiniz. Çox kömək edici bir şeydir. Ayrıyətdən də şəxsiyyət vəsiqənizin kopyası olmalıdır. Qətiyyən şəxsiyyət vəsiqənizin kopyası olmadan getməyin. Orada çıxardırlar, yəni yadınızdan çıxsa orada çıxardırlar, amma biraz belə eləyirlər. Səfirlikdə əgər məsələn şəklinizi yapışdırmamısınızsa, son anda nəsə oldusa, orada yuxarıda ruçka, yapışqan, qayçı, hər şey var. Masa var, oturacaq yer var, oturursan, yazırsan falan. 1 və saat 4 arasında gedin. Saatlar falan hamısı yazılıb, girib saytdan rahat-rahat daha dəqiq məlumatlar ala bilərsiniz. Sadəcə deyirəm də, direkt videodan baxıb bir fikriniz olsun. Çünki mən dünən yox, sırağa gün getdim. Əslində dostlarımla getməliydim, amma çox önəmli işim var idi və mümkün olmadı onlarla getmək. Mən tam saat 4:05-də çatdım və dedilər ki, 4-dən keçəndən sonra içəri heç kimi qəbul eləmirik. Və mən 5 dəqiqəyə görə içəri girə bilmədim, sənədlərimi də verə bilmədim. Dünən də yuxudan dura bilmədim, saat 2 idi mən duranda. Bu gün verdim, anam məni durğuzub saldı önünə və apardı. Və bu formada imtahanı harda verəcəyimiz haqqında xəritəsi olan, bütün qaydaları yazılan bir kitabça verirlər. Bu heç nəyə lazım deyil. Bunu özünüzlə imtahana aparmayasınız.
Zaten hamı məktəb imtahanına girir, nəyi necə qaralayacağını, necə yazacağını bilir və orada da zaten imtahan yerində hər şeyi başa salırlar. Uzun-uzun danışırlar da. Bunu belə yazacaqsınız, onu elə yazacaqsınız, ad familiyanızı belə kodlayacaqsınız falan deyə. Yəni məncə hamı bilir. Bu arada Azərbaycan dilindədir bu. 2-dən sonra Azərbaycan dilində deyildi deyəsən, ingilis dilində idi. Nəsə elə dəyişik də idi. Bilmirəm, yadımda deyil. 18 oktyabrda olacaq mənim bu topik 2 imtahanım. Bu arada səfirlikdən məlumat kartları çorlamışam. Keçən səfər də gedəndə kofe çorlamışdım. Çorlamaq deyildi orada. Zaten bunları gələn qonaqlar götürüb oxusunlar, məlumatlandırsınlar deyə qoyublar. Bilmirəm, nəsə reklam kimi bir şeydir, reklam broşürləridir. Xatirə götürmüşəm. Keçən səfər də kofe götürmüşdüm, içdim. Sənədlərinizi falan verəndən sonra işte verirsiniz, imzalayırlar, pulu ödəyirsiniz. 42 manat 50 qəpik topik 2-nin puludur. 36 manat topik 1-in olmalı idi. Sizə belə bir məsləhət verim də. Siz indi bu kağızları çıxartdırırsınız, bu 3 dənə kağızı. Bunu hər ehtimala qarşı 2 dənə çıxartdırın, yəni 6 dənə. 3. Çünki məsələn məndə elə oldu. Bunu yazdım və baxdım ki, ingilis dilində adımı səhv yazmışam. Ona görə də təzədən yazmalı oldum. Və ya məsələn yazdınız, düz yazdınız, getdiniz səfirliyə çatmamışsınız. Bir su almaq istədiniz, çünki bu gün hava çox isti idi məsələn üçün. Bir su almaq istədiniz, səhvən su üstünə dağıldı və ya nə bilim bir şey səhv yazmısınız. O anda yanınızda yedek olsun bir dənə. Zaten səfirliyin yolu da Targovun içində olduğu üçün sahil metrosundan çıxanda Promoy səfirliyə tərəf gedəndə kitab evi var. Girib yuxarıda 5 dəqiqə yazıb təzə yəni şeyə keçirə bilərsiniz, belə keçirə bilərsiniz. Ağlınızda olsun da belə kritik tiyolar deyək bunlara. Bunlar ağlınızda olsun. Mən biraz öz təcrübələrimdən danışım. Mənim birinci imtahanım necə oldu? Mən topik 1-i biz tamamilə özümüzü yoxlamaq məqsədi ilə topik 1-ə qeydiyyat apardıq. Yəni heç bir hazır deyildik. Birinci kitabı təzə bitirmişdik, kimi bir şey idi və 3 ay vaxtımız var idi. Zaten imtahan qeydiyyatı başlayır, 3 ay sonra imtahan olur. Biz qeydiyyata getdik, qeydiyyatı elətdirdik. 3 ay boyunca full başladıq imtahan hazırlaşmağa. Yaxşı da gedirdi hər şey. Məsələn üçün çoxluca keçmiş topik imtahanlarının testlərini eləyin. Mən elə eləyirdim. Müəlliməmiz, mən kursa gedirəm, müəlliməmiz yəni son həftə demək olar ki, son həftə full sadəcə topik çalışmışıq və topikdən bilmədiyimiz sözləri məsələn üçün ayrı bir lüğət tutmuşuq, onları öyrənmişik. Siz də elə eləyin. Dərsdə öyrəndiyiniz sözlərdən əlavə topikdə çıxan sözlər çox vaxt təkrar çıxır. Yəni topikdə bir söz çıxıbsa sən onu bilmirsənsə, o yəni evdə özünü yoxlayanda da kursda falan keçmiş topik imtahanlarına özünü yoxlayanda çıxan bir söz təzədən çıxma ehtimalı çox yüksəkdir. Məsələn mən dağa dırmanmaq sözü beləsinə biz dərsdə elədiyimiz yoxlamalarda çıxmışdı. Mən onu qeyd eləmişdim, öyrənmişdim və getdim imtahanda da çıxdı. Əsas imtahanda. Yəni belə şeylərə diqqət yetirin. Ən balaca bir şeydən belə yana bilərsiniz. Heç stres eləməyin. Ora məsələn mən valideynimlə getmişdim. Telefonumu falan anama vermişdim, amma hava çox soyuq idi. Əgər məsələn valideynlə gəldinizsə, içəri heç kimi buraxmırlar. Universitetin həyətinə də heç kimi buraxmırlar. Yəni hamı küçədə qalır. Gəlib çatdıq və 1 qram insanlıq şeyi qalmayıb məndə. Saçım başım yalan gündə bir an yəni qorxdum öləcəz deyə. Və vaxtında gedin. Bunu not keçməliyəm. Vaxtında gedin. Mən vaxtında getdim. Heç məsələn orada gözləyim, ay biraz qıraqda dayanım. Orada bir də 9-cu siniflər deyəsə imtahan verirdi. 9-cu siniflərlə bir yerdə gözləyib topik imtahanını qaçıran çox insan oldu.
Anam hamısını danışdı. Yəni əməli başlı dava düşüb orda. Həmin uşağın anası az qalıb axıranı döysün ki, sən necə TOBİK imtahanına çağırış eləməzsən ki, edirdilər, yəni TOBİK imtahanı giriş burdandır falan deyə. Ona görə də belə şeylərdə çox diqqətli olun. Ora çatdınız, ilk ağlınız axıranın, yəni girişdə olsun da, girəcəm falan. Gedib deyin, mən girməliyəm. Haqqınızı axtarın. Haqq, hüquq. Əsas yəni fikriniz orada olsun ki, içəri girməliyəm. Şəxsiyyət vəsiqənizi falan, hələ ki bu kağızlar məsələn, bu kağızları heç unutmayın. Bu kağızı heç unutmayın. Şəxsiyyətinizi də götürün. Gecədən yanında olsun. İçəri su buraxırlar. Əşyalarınızı götürə bilərsiniz, içəri özünüzə sala bilərsiniz. Heç problem olmur. Sadəcə masanın üzərinə qoymaq olmaz. Yəni sizin kopya çəkə biləcəyiniz heç bir şübhə olmamalıdır. Telefonlar məsələn mən telefonumu üstümdə götürməmişdim. Bir çox insanda da yox idi. Amma bəzi insanlarda telefon var idi. Çünki tək gəlmişdilər. Hara qoya bilərlər ki, yəni. Elə olan insanlar direkt bir sumka gətirdilər beləsinə və telefonları topladılar belə sistematik olaraq. Yığdılar hamının telefonu sönürlü, yığdılar içinə, bağladılar qoydular. Yəni heç onun üçün narahat olmayın. Valideynlər bəzən şey deyir, telefon aparma, telefon qoy evdə falan. Onun üçün narahat olmayın. Su apara bilərsiniz, içə bilərsiniz, adi su. Başqa da orada bizə şey eləyən nəzarətçi deyir ki, indi başa salır ki, bəs telefon olmaz, Apple Watch olmaz, o olmaz, bu olmaz. Aşkarlansa, aşağıda da ingiliscəsində yazılıb. Deyir ki, 2 il müddətində azadlıqdan məhrum edilmə, sonra deyir ki, zarahat edirəm. Bayağı bir zarahatlar eləyib bizim bütün o stresimizi aldı orada nəzarətçi. Ona yəni çox təşəkkürlər. Bayağı ən çox da mənim o stresim full getdi onun elədiyi zarafatlara gülməkdən. Bir Azərbaycanlı, bir Koreyalı olur çox vaxt nəzarətçi. Və maraqlı idi. Bir də məsələn podruqanızla əgər gedirsinizsə qeydiyyata, bu səfirliyə bu kağızları verməyə. Əgər ikiniz bir yerdə gedirsinizsə, arxa-arxaya düşmə potansiyeliniz çox yüksəkdir. Mən podruqamla getmişdim keçən səfər qeydiyyata. O önümdə oturmuşdu, mən də arxasında oturmuşdum. Yəni yan-yanaydıq. Biraz o da çox kömək oldu, yəni stresslənməməyə. Yanımda birisi var falan kimisindən. İmtahanda nə gördüm, nə var idi falan filan. Mən son 10 sualı, yəni 5-10. 10 sual deyəm, 5 dənəsini oxuya bildim üzdən, amma çox elə düşünə bilmədim. Amma sırf son 5 dənəsini çox mətni olanları heç oxumadım. Direkt vurdum keçdim. Çünki vaxtım qalmadı. Vaxtımı yaxşı dəyərləndirə bilmədim. Ən önəmlisi, baxın, buranı çox diqqətlə dinləyin. TOBİK burada evdə falan, evdə və ya kursda özümüzü yoxlamaq üçün elədiyimiz imtahanlar var. Telefondan baxırıq falan belə. Telefondan baxıb dəftərə yazırıq. Mən 1A, 2C falan. Elə etməyin. İmtahanda bu vərəq qarşınızda olur. Bu dəftərdə görürsüz vərəqdə. Beyniniz o qədər yaxşı işləməyə başlayır. Telefonda gözünüzün belə baxdığı, o belə anlamadığınız şeyi kağızda görəndə daha yaxşı anlayırsınız. Çünki məsələn altına xətt çəkə bilirsiniz, üstünə yazı yaza bilirsiniz. Orada sıraz oxuya-oxuya tərcümə eləyə bilirsiniz. Və məsələn şıqları oxuyursunuz, bu səhvdir, bu düzdür. Bunun ehtimalı var, məsələn işarələyirsiniz belə. Evdə, kursda əvvəlcədən məsələn müəllimədən soruşun, məsələn bu gün 95-ci TOBİK imtahanını təkrarlayacağıq, yəni onu çalışacağıq. Gedib onu çıxartdırın. Tənbəllik eləməyin. Yəni 1 manat, 2 manatdan sizə heç nə olmaz da. Belə dedim, biraz şey oldu amma. Yəni pula qıyın. Gedin çıxartdırın və sırf tək məsələn bir dəfəlik də deyil axı o. Müəllimənin yanında onu o müddətdə çözdün, dəyərləndirmən çıxdı, işte neçə dənə səhv eləmisən, neçə dənə düz eləmisən görürsən və ardından nə edə bilərsən? Bilmədiyin sözlər. Hansı mətni ki oxudun, anlamadın, onları altından xətt çək, işarələ və evə gedib onları təkrarlaya bilərsən. Çünki imtahanlar çox belə oxşar çıxır zaten. Heç bir fərqlilik olmur. Sadəcə kontentlər dəyişir. Content.
Bunlar dəyişir. Mövzu dəyişir, amma sujet sözlər eyni olur. Ona görə də buna çox diqqət edin. Və ya bir vərəqə yazmağı deyin. Başa düşmədiyiniz sözləri, cümlələri, qaydaları təkrar-təkrar, yəni üstündən keçin. Ən azından əzbərləməsəz belə. İmtahanda qarşınıza çıxanda, mən bunu bilirdim, bunu görmüşdüm deyə bilin. İndi zamanla əlaqəli, zamanı necə yaxşı yönləndirə bilərsiniz, bununla əlaqəli sizə bir şey deyim. Bu kağızda işləmək, ümumiyyətlə o falan, o okeydir. O da zamanınızı artıra bilər. Çünki telefonda baxaraq işləmək başqadır, kağızı belə çevirə-çevirə o üstünə yazaraq onun zamanını çatdırmaq başqadır. Çoxluca praktik eləyin oxumaq üçün. Sırf oxumağa. Oxu sürətinizi nə qədər artırsaz, oxu sürətiniz sürətli olanda oxuyub anladığınız sözləri zaten siz yavaş da oxuyanda eyni şeyi anlayacaqsınız, hızlı da oxuyanda eyni şeyi anlayacaqsınız. Ona görə də oxu sürətinizi mütləq şəkildə artırın. Mən artıra bilmədim. Hələ də bilməmişəm, hələ də artıra bilməmişəm. Bilmirəm niyə, yəni çoxmu az oxuyuram, çoxmu mənim biraz şeyim var elə bil, disleksim var elə bil. Azərbaycanca da mən oxuyanda eləyəm, həmişə səhv oxuyuram. Beynim onu səhv başa düşür. Gül oxuyuram, onu günəş olaraq başa düşürəm. Gözümün gördüyü ilə beynimin mənə tərcümə elədiyi eyni olmur. Tərcümə dediyim də gözümün görüb beynimin kodladığı eyni olmur. Ona görə də belə şeylərə diqqət eləyin, mənim kimi olmayın. Oxu sürəti çox önəmlidir. Təbii ki, 2-3-cü girənlər yəni zaten bilir ki, yazmaq çox önəmlidir. Mən hələ ki, təbii ki, 2-nin keçmiş bu şeylərinə baxa bilməmişəm, testlərinə baxa bilməmişəm. Heç bir fikrim yoxdur. Nə çıxacağı haqqında, yəni imtahan necə olacaq, dinləmə, yazma, oxuma falan necə olacaq, variantlar necə çıxacaq. Yəni təbii ki, birdən bilirəm ki, məsələn, ilk 10-lu, 15-li yerlər çox asandır. Yəni 15-dən sonra işte mətndəki əski olan sözü bu variantlardan birini qoy. Ondan sonra nə bilim dördlü belə hecalar, mətnlər verirlər. Sonra mətnləri ardıcıl belə sıralayıb, yəni sıralı olan variantlardan seçib hansının düzgün ardıcıllıqda olduğunu müəyyən eləməlisən falan belə şeylər var. Mən bunda yaxşı idim deyəsən. Mən dinləmədə də yaxşı idim bu arada. Bəzən olur insan belə dinlədiyini anlaya bilmir. Yəni bilirsən o sözləri. Bəzən öz dilimizdə də olur. Məsələn, çox vaxt məndə də olur. Anam gəlir söz deyir, danışır. Belə deyir. Nə dedin? Eşitmədim səni, qulaq asmırdım falan oluram. Ona görə də imtahanda çalışın belə olmasın. Heç stres olmayın. Relax. Sanki 40 ildir topik imtahanı verirmiş də bu ortamları bilirmiş kimi davranın. Mən makyaj eləmədən getmişdim bu arada. Video falan da çəkmədim. Şəkil heç bir şey çəkməmişəm. O dərəcə stresslə getmişdim. Bir gün əvvəldən yatmamışdım ki. Bir gün əvvəldən yatmadım. Səhərsi gün yatdım. Axşam. Promoy səhər durdum ki, yəni imtahana dura bilim də. Bildim ki, əgər bu gün yatsam, sabah imtahan üçün axşam yata bilməyəcəm. Səhərə qədər öyle gözlərimi büyüləyir. Sabah imtahandayam. Səhər olacaq, imtahana girəcəm falan olacam deyə bir gün yatmadım. Səhərsi gün yatdım. Yəni axşamı yatdım, səhərsi gün direkt oyandım. Həmin vaxtda o qədər stres olurdum ki, belə burnum qanıyırdı. Nə bilim, ürəyim getmək istəyirdi, depressiyona düşdüm, insanlarda belə irən amma boşuna. Mənə heç kim baskı eləmirdi. Anam deyir ki, yəni sən bunu yoxlamaq üçün edirsən də. Nə bal alacağın önəmli deyil. Sadəcə ora ortamı gör, imtahan vərəqəsi ilə tanış ol, o şeyi bil də. Amma mən dedim ki, dünyanın sonudur, mən bu imtahana keçəməsəm öləcəm. Yəni topik 1-dir. Sən bunu niyə bu qədər içlədin bilmirəm Nişanə özümə. Ona görə də heç stres olmayın. Və çox uzatdım bu söhbəti. Başqa da deyəcəyim heç bir şey yoxdur məncə. Başqa nə maraqlıdırsa alta yazın. Yaxşı-yaxşı düşünün, çünki nəsə önəmli bir şeylər deməsəm olmaz. Mən indi topik 2-yə hazırlaşıram.
hazırlaşmağa başlayacağam. Əsasən hər gün dinləmə eləməyə, mətn oxumağa üstünlük verəcəm. YouTube-da bir sürü podkastlar var. Yəni o qədər yavaş-yavaş danışırlar ki, asan danışırlar. Onları dinləyə-dinləyə həm qulağınızı öyrəşdirə bilərsiniz, həm də məsələn pasiv dinləyicilik eləyə bilərsiniz. Pasiv danışma mıydı, pasiv dinləyicilik miydi? Elə bir şey olmalıdır. Məsələn, qoyursan videonu, o videodakı podkastdakı qız danışır. Sən də o deyə-deyə sən də onunla bir yerdə təkrarlayırsan sözləri və bu formada Korəcə ağzın daha yatkın olur sözləri tələffüz eləməyə. Bu formada tələffüzünüzü düzəldə bilərsiniz. Bu da bir məsləhət. Təbii ki, imtahandan əlavə sırf danışmaq üçün mən çox vaxt belə edirəm. Özüm də pəltək olduğum üçün Korəcə ağzıma mükəmməl uyur. Bir məsləhət daha verəcəm sizə. Bəziləriniz çox böyük bir kəsim kursa gedir. Kursa getməyənlər üçün də yəni okeydir bu verəcəyim məsləhət. Keçdiyiniz bütün qaydaları gaming-i var, gaming-ə yazın. Ki, məsələn, bu qayda, bu qayda, bu qayda, bu qayda və ya kitabdan direkt şəklini çəkin. O ən başda səhifə olur bir dənə. Yəni kitabın içində nə olduğunu belə göstərən səhifə-səhifə. Onu direkt çəkin. Gaming-ə qoyun və deyin ki, burdakı bütün qaydaları PDF formasında Azərbaycanca anlatımı ilə, nümunələr ilə hətta izah elə. Yəni çıxart mənim üçün, hazırla. Mən bundan 2 dənə bu formada PDF eləyib çıxartdırmışam və o vərəqləri qarşıma qoyub, məsələn üçün onun üstündə həm oradan əzbərləyirəm. Özüm əlimlə yazdığım dəftər də var, amma o biraz qarışıq olur. Bir var vərəq olar. Məsələn, PDF-i hazırlayanda keçibdi deyil. Gaming-i o PDF-i hazırlayanda səhifələrin vərəqlərini qoydum. O formada məsələn yadımda saxlayıram. Bu bir məsləhətdir, bunu da eləyə bilərsiniz. Həm əl yazısı ilə yazın, həm çıxartdırın bir şeyləri. Məsələn, gedin mətn çıxartdırın. Gaming-ə, ChatGPT-yə deyin ki, məsələn, mənə bir nə bilim bir əhvalat yaz, bir nağıl yaz, nə bilim bir şeylər yaz. Və ya Azərbaycanca bir mətni götürün, atın ona deyin ki, məsələn, Koreydə çevir. Amma o mətni oxumayın da. Sonra gedin çıxartdırın onu vərəq formasında. Oturun onu tərcümə edin. Bilmədiyiniz mətn olsa daha yaxşı olar və ya dərsdə öyrəndiyiniz sözlər var, lüğətiniz. O lüğəti atın yapay zəkaya. Bu lüğətdəki sözlərlə, yəni hökmən deyil hamısını işlədəsən. Uyğun olanlarını bir mətnə çevir mənim üçün. O çevirsin, siz də onu götürün, qəşəng aparın, çıxartdırın, onun üstündə çalışın. Öyrəndiyiniz sözləri onun üstündə praktik edin. Yəni belə. Çox uzatmaq istəmirəm. Çox yoruldum, susadım. Bu videonu çox da edit eləmədən direkt atacağam kanala. İmtahana da az qalıb. Əslində qeydiyyat başlayan vaxtı bu videonu çəksəydim daha yaxşı olardı. Çünki bəlkə də məsələn mənim bu videomu görəndən sonra gedib qeydiyyatdan keçib imtahan vermək istəyən insanlar olacaq. Amma mən bu videonu gec atdığıma görə həmin insanlar gələn il gözləmir. Üzr istəyirəm, elə bir şey olubsa, yəni elə bir düşüncəniz var idisə və gec qaldınızsa, birdən-birə mənə görə bir şey oldusa. Bu qədər. Kanalıma mütləq abunə olun. Bəyənməyi unutmayın bu videonu. Yorumlarda ürəyiniz istəyən hər sualı verə bilərsiniz. Bilməsəm belə birilərindən soruşub mütləq sizə cavab verməyə çalışacağam. Təcrübələr əsasdır. Heç nədən çəkinməyin, heç nəyə stres olmayın qətiyyən. Yəni bu imtahan olmasa gələn imtahan, gələn imtahan olmasa ondan sonrakı imtahan, axırı ki, yəni olacaq. Və bu bir imtahandır. Heç nə yəni önəmli deyil, sizdən önəmli deyil. Bunu əsasən özüm düşünməliyəm elə, çünki yəni bayılan, burnundan qan açılan falan mənəm. Belə sizə imtahanda və gələcəyinizdə başarılar diləyirəm. Öpürəm. Sağ olun.